Çox vaxt məndən soruşurlar ki, cinsi zəiflik sonsuzluğa səbəb olan infeksiyalar hansı infeksiyalardır? Görmüşdür, orada iltihab prosesi yaratmışdır ki, bu həm cinsi zəiflik verir, həm də sonsuzluq verir. Mən bizim kanalın izləyicilərini salamlayıram və vaxt tapıb bizi izlədiklərinə görə onlara öz təşəkkürümü bildirirəm. Bugün mənim danışacağım mövzu, çox vaxt məndən soruşurlar ki, cinsi zəiflik sonsuzluğa səbəb olan infeksiyalar hansı infeksiyalardır? Yəni söhbət cinsi infeksiyalardan gedir. Mən deyim sizə, ümumiyyətlə bütün infeksiyalar, bütün xəstəliklər cinsi zəiflik və sonsuzluğa səbəb olar. Əziz dostlar, amma çox vaxt cinsi olan keçən infeksiyalardan sonra bizə müraciət edən pasientlərdə əmələ gələn cinsi zəifliyin kökünü araşdırdıqda biz görürük ki, burada kökündə bunun vacib infeksiyalar dayanır. Yəni bu vacib infeksiyalar dedikdə onu demək istəyirəm ki, bu problemi yaradan ən qorxulu infeksiyalar dayanır. Bunlardan birinci yerdə xlamidioz infeksiyasıdır ki, bu həm cinsi zəiflik verir, həm də sonsuzluq verir. Necə? Cinsi zəiflik ona görə verir ki, xlamidia virusu orqanizma daxil olduqdan sonra o aşağıya doğru inkişaf edərək həm prostatı, həm də eyni zamanda xayaları zədələyir. Yəni həm cinsi zəiflik verir, həm sonsuzluq verə bilir. İlk növbədə bu toxumdaşıyıcı axacaqları zədələyərək onun xaric olmasına mane olur. Yəni ki, spermada spermatozoidlərin tam şəkildə konsentrasiyası pozulur və orada kifayət qədər yetişmiş spermatozoidlər tapmaq olmur. Və bu da ondan xəbər verir ki, xlamidia artıq xayalarda da öz işini görmüşdür və orada iltihab prosesi yaratmışdır. Digər tərəfdən bu infeksiyaların içərisində gonoreya infeksiyasını biz göstərə bilərik ki, gonoreya infeksiyası çox ciddi infeksiyalar qrupuna daxildir və o ilk növbədə sidik kanalına daxil olduqdan sonra həm prostatı, həm də xayalara doğru inkişaf edərək və burada da o xaya artımında və eyni zamanda toxum kisəciklərində çapıqlar əmələ gətirir ki, və bu çapıqların nəticəsində spermatozoidlərin hasılatı prosesi pozulur və onun həm də xaric olması prosesi pozulur. Bundan başqa digər infeksiyalara biz trixomoniyazı aid edə bilərik ki, yəni trixomoniyaz da toxumdaşıyıcı axacaqlarda, toxum kisəciklərdə ciddi problemlər yaradır, yəni sonsuzluğa gətirib çıxara bilir. Və eyni zamanda bu infeksiyalar dediyimiz kimi cinsi zəiflik törədir. Digər bu kimi infeksiyalardan biz mikoplazma, ureoplazmanı da göstərə bilərik ki, bunlar spermatozoidlərin DNK strukturasını pozur. Yəni ki, bunlar da sonsuzluğa gətirib çıxarda bilər. Başqa infeksiyalardan siflis, HIV və digər virus mənşəli infeksiyaları, papilloma, herpes və digərlərini göstərə bilərik ki, bu infeksiyalarda sidik cinsiyyət sisteminə çox güclü zərbə vuraraq həm sidiyə çıxma aktı, həm eyni zamanda cinsi funksiya, həm də sonsuzluğa kimi gətirib çıxara bilər. Buna görə də diqqətli olmaq lazımdır və səndən bir cinsi infeksiya yoluxduqda bu vaxt panikaya düşmək lazım deyil. Sadəcə olaraq bunun qarşısını almaq, yəni ki, müayinədən keçmək, düzgün mütəxəssisə müraciət etmək və müalicə almaq lazımdır ki, sonradan bu ağırlaşıb daha ciddi fəsadlar gətirib çıxartmasın. Yəni daha ciddi fəsadlar dedikdə mən cinsi zəiflik və sonsuzluğu nəzərdə tuturam ki, bu iki ciddi fəsadlar həmin şəxsin bütün həyatını poza bilər, ona çox ciddi həm fiziki, həm psixoloji, həm də mənəvi zərbə vura bilər.